Salam, belə bir suala baxaq. Bizə verib ki, sıxlığı 2,5 qram bölü litr olan alkenin 2,8 qramının bromlaşmasına neçə qram 4%li bromlu su lazımdır? Alkenin sıxlığı 2,5 qram bölü litrdir. Və burada normal şərait sözü görürüksə, onda bizim həcmimiz 22,4 litrə bərabərdir. Və biz ρ və V-nin qiymətlərindən istifadə edərək nisbi molekul kütləsini tapa bilərik. M nəyə bərabərdir? Sıxlıqla həcmin hasilinə. Sıxlıq 2,5. Həcm 22,4. Nisbi molekul kütləmiz edəcək 56. İndi davamlı oxusaq, alkenin 2,8 qramının bromlaşmasına neçə qram 4%li bromlu su lazımdır? Yəni bizdən bromlu su məhlulunun ümumi kütləsini istəyir. Bromlu su nədən ibarət? Yəni məhlul bromlu sudur. Bunun tərkibində brom var, su var. Bizdə də deyir, alken bromlaşıb. Yəni biz bromun kütləsini tapsaq, bizə kütlə payını da verib, məhlulun ümumi kütləsini hesablaya bilərik. Alkenimiz 2,8 qramdır. Onun bromlaşmasına nə qədər brom lazımdır, bilmirik. Amma alkenimizin nisbi molekul kütləsi 56-dır və hər alkenlər 1 mol bromla reaksiyaya daxil olurlar. Reaksiyanı yazsaq, CnH2 alkenlər 1 mol bromla bromlaşma reaksiyasına daxil olur. 1 mol brom neçə qram deməkdir? Bir dənəsi 80-dir və brom 2 olduğundan 160. Tapırıq buradan x bərabərdir 8 edir. Yəni bizim bromlu suyumuzun tərkibindəki bromun kütləsi nə qədər oldu? 8. Və orada bromun kütlə payı nə qədərdir? 4. 4 bərabərdir. Bromun kütləsini bölürük məhlulun kütləsinə. Məhlulun ümumi kütləsini bilmirik. Vururuq 100-ə. Tapırıq ki, buradan x bərabərdir 200. Demək bizim bromlu su məhlulumuzun ümumi kütləsi 200 imiş.